müstəhəbdir ki, bu gecə insan qusl alsın, bu gecənin quslunu, əhya saxlasın, Quran-ı Kərimi oxusun insan, çoxlu istiğfar eləsin, əstəğfirullahə Rabbi və ətubu iləyh. 313 dəfə deyə bilsək deyək. Əgər biraz da yaxşı halımız olsa 500 dəfə bu zikri deməyimiz yaxşıdır. Və eyni qaydada salavat zikri. Allahümmə salli əla Muhammed və ali Muhammed və əccil fərəcəhum. Bax bu qaydada 313 dəfə deyəsən, əgər halın varsa 500 dəfə bu zikri deyərsən. Bunlar çox təkid olunmuş əməllərdir. Və növbəti bir əməl də İmam Hüseyn əleyhissalamın ziyarətidir. Allah kiməsə nəsib eləyibsə gedib yaxından ziyarət eləyib. Gedə bilməyəndə uzaqdan dua kitablarında var. Baxın, İmam Hüseyn əleyhissalamın uzaqdan ziyarətnaməsi var. Onu bu gecə oxuyun. Və bikə ya Allah duası var. O duanı çox təkid olunub və çox mütləq lazımdır ki, o dua oxunmalıdır. Allaha məsumların vasitəsilə Allahın qapısına getmək, onları vasitə qərar vermək, Allaha yaxınlaşmaq üçün ki, orada bütün məsumların bir-bir adları çəkilir. Bu dua çox mühümdür, çox vacibdir. Çalışaq bu duanı tərk eləməyək, çalışaq bu duanı mütləq şəkildə bu gecə oxuyaq.